Tema, sən onları niyə qınıyırsan? Valideyndirlər də, istəyirlər nəvələri olsun. Ay Zara, bildim də, indi vəziyyət budur da, Allahın əlində dəyişək. Neynəmək olar? Bu boyda müalicəyə gedirik, neynirik, xeyri olmur da. Neyniyə indi ayrılaq sonsuzluq deyə. Quran and olsun, bezmişəm da yeni söhbətlər eləməkdən. Əmi, gətiririz olmazsız da. Var. Əsəbləşdin əmi? Nəyə? Səndən pul istəməyimə. Yox. Allah. Çox sağ ol əmi. Sən anan atan səni niyə tək buraxıb ki, sonra belə? Mənim anam atam yoxdur ki. Mən heç vaxt onları görməmişəm. Bir xala var idi, o mənə baxırdı. Amma yəqin ayaqlarımı xoşuna gəlmədi. Məni parkda tək qoyub getdi. Bir də gəlmədi. Həkimdən qorxmursan? Yox əmi. Ay maşallah. Nə qəşəng gəzirsən sən. Ay Allah. Əmi, həkim mənə dedi ki, artıq sağalmısan. Can, qurban olaram sənə. Bundan sonra da həmişə belə sağlam qalasın inşallah. Çox sağ ol Rauf həkim. Mən inanırdım ki, başda Allah, yerdə də sizin kimi gözəl həkimlər bunun öhdəsindən gələcək. Çox sağ ol Teymur. Artıq bizim bu balaca öz sağlığına qovuşubdur. 3 ay öncə biz apardığımız müayinə əsasında aşkar etmişdik ki, ayağında metatarsus abductus vardı. Yəni baş barmağın sərt deformasiyası əyri pəncəlik adlanır adətən. Həmçinin bud sümüyündə antitorsiya vardı. Bud sümüyündən öz oxu ətrafında içəri vurulmuşdu. Biraz yeriməsində çətinliklər vardı. Artıq apardığımız konservativ müalicə və ortezləmədən sonra gözəl balamız sağlığına qovuşubdur. Hə sevgi, gedək. Əmi, sənə bir söz demək istəyirəm. Ay can. Olar bugündən sonra mən sizlə yaşayım. Ayaqlarım da düzəldi. Bundan sonra həyatımda bir dənə anamla atam satmır. Olar mən sizin qızınız olum. Ayaqlarım da düzəldi. Bundan sonra həyatımda bir dənə anamla atam satmır.